Bulkalarınız bir gün sonra boyatlayıb yumşaqlığını itirir. Elədirsə, indi elə bir püf nöqtəsi deyəcəm ki, günlərlə qalsa belə boyatlamayacaq. Əvvəlcə aparı hazırlayıb 10 dəqiqə gözləyin. Yumurtaların ağını əlavə edib sarısını üzəri üçün ayırın. Şəkərin, südün, duzun və vanilin əlavə edib qarışdırıb, unu hissə-hissə əlavə edib qarışdıraraq ələ yapışan xəmir edək. Tereyağında üzərinə əlavə edib yaxşıca yoğurub 30 dəqiqə mayalandıraq. 30 dəqiqə sonra üzərini açıb duru yağ əlavə edib yaxşıca yoğurub təkrardan mayalanmasını gözləyək. Təkrardan yaxşıca mayalandırdıqdan sonra havasını alıb kündələrə bölək. Hər birini yuvarlayaraq yağlı kağız sərdiyimiz listə düzək. Üzərini örtüb 30 dəqiqə mayalanmasını gözləyək. Daha sonra gördüyünüz qaydada forma verib sevdiyimiz hər hansısa bir cemdən əlavə edin. Yumurta sarısına süd əlavə edib qarışdırıb üzərinə çəkdim. Üzərinə omac qırıntıları səpib 180 dərəcədə qızarana kimi bişirdim. Dadlı reseptlər üçün izləmədə qal.